Üçüncü bölmə, dinləmə mətni 4. Göy qurşağı təbiətin ən gözəl hadisəsidir. Günəşin parlaq şüaları buluddan və yağışdan keçir və qeyri-adi bir gözəllik yaradır. Göy qurşağının eni, qövslərinin sayı, rəngləri yağış damcılarının ölçüsündən asılıdır. Göy qurşağını tək yağışdan sonra yox, günorta vaxtı da görmək mümkündür. Əgər siz göy qurşağını görmək istəyirsinizsə, hündür bir yerə, dağa, zirvəyə çıxmağınız kifayətdir. Həmçinin təyyarə ilə səmaya qalxdıqda da göy qurşağını görə bilərsiniz. Göy qurşağı 7 rəngdən ibarətdir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi.